Əvvəla bunu qeyd edim ki, sevgi ilə eşq fərqlidir. Sevgi insanın qəlbinin başqa bir insana, yəni meyl etməsidir. Eşq isə sevgidə həddi aşmaqdır. Eşq sevginin həddi aşmış bir formasıdır. Məhz buna görə də alimlər, İslam alimləri, dinimiz insanı eşqdən, eşq xəstəliyinə tutulmaqdan çəkindirir və bildirir ki, eşq bir qəlbi xəstəlikdir. Necə ki, alimlər bildirmişlər ki, eşq insanı sevdiyi şəxsin əsrinə çevirir və onun köləsinə çevirir və sevdiyi şəxs nə desə, artıq onunla razılaşır və həmçinin də Allahın əmrlərinə qarşı çıxmağa, Allahın qadağalarını etməyə sövq edir. Buna görə də dinimiz başqa məsələlərdə, yəni orta mövqe seçməyi buyurduğu kimi, məhz bu məsələdə də orta mövqe seçməyi buyurur. Xüsusən də, yəni uşaqdır deyib, yəni keçmək düzgün deyil. Yəni bu məsələdə uşaqlarda səhlənkarlıq etmək düzgün deyil. Əksinə hər bir problem elə məhz uşaqlıqdan başlayır və bildirmək lazımdır ki, uşaqlara İslamda sevginin nə olduğunu, yəni izah etmək lazımdır və bildirmək lazımdır ki, insan yalnız ailə qurmaq istədiyi şəxsi sevə bilər. İstər qız olsun, istər oğlan. Həm qız ailə qurmaq istədiyi, ailə qurmaq niyyəti ilə oğlanı sevə bilər, həmçinin də öz vəlisi izni ilə sözsüz ki, həmçinin oğlan da ailə qurmaq niyyəti ilə qızı sevə bilər. Əgər ailə qurmaq niyyəti yoxdursa, bu halda heç bir sevgidən, heç bir eşqdən, yəni sevgidən söhbət gedə bilməz. Və uşaqları uşaq ikən istər oğlan olsun, istər qız düzgün izah etmək lazımdır bu məsələni. Böyüyəndə, yəni bu xəstəliyə tutulmasınlar. Çünki həm qızlar bəzən bu eşq xəstəliyinə tutulduğuna görə Allahın əmrlərinə qarşı çıxırlar, öz vəlisinə qarşı, valideynlərinə qarşı çıxır, günahlara səbəb olur. Həmçinin oğlan da bəzən bu xəstəliyə tutulur və öz dinindən dönməsinə gətirib çıxardır, müəyyən günah əməllərə gətirib çıxardır. Bir sözlə, yəni bu məsələni uşaqlara düzgün izah etmək lazımdır, başa salmaq lazımdır və uşaqlarda bu məsələdə səhlənkarlığa yol vermək düzgün deyil.